Vaxtınız xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Nərdivanında hündür bir ərazidə, dənizə tam yaxın, həm də bilgəhlə belə deyək də, dənizlə, bilgəhlə Nərdivanın kəsməsində, dənizin kəsməsində hündür bir ərazidə 17 sot torpaq sahəsinin üzərində 280 kvadrat belə yarım tikilimiz çıxıb. Belə baxanda zaten dəniz görsənir, ikinci mərtəbədən tamamilə görsənir. Və sənəd, köhnə sənəddə çıxarışlara yararlıdır. İlkin olaraq qiymət 120 min manatdır, yəni təcili satılır. Həm yerinə görə, həm havasına görə möhtəşəmdir. İnşallah özünüz də yəqin görəcəksiniz. Allah hər kəsin malına, mülkünə bərəkət versin. Allahın sıxlandığı selamatlığı gətirsin. Həyətdə bir dənə balaca otaq nəzərdə tutulub, yəni balaca bir otaq onu sizlərə göstərək. Sadəcə biz evin arxa tərəfini sizə çəkiş etmişik. Keçib qabaq hissəsinin ön hissəsində sizlərə təqdim edəcəyik. Və onu da nəzərinizə çatdıraq ki, əlavə də 10 tonluq belə deyək, çəni var. Gəl, ehtiyac yoxdur qardaşım, keçək evi qabaq hissəsini verək. Buradan sonra giriş hissəsini də göstərək, izləyicilərimiz izləsinlər. Zaten bir içərisini göstərək, sonra keçək evin arxa hissəsini təqdim edək izləyicilərimizə. Buradan girişi də verərsən. Fikir verin değerli izləyicilərimiz. Plekanlar da qoyulub. Deməli, bura nəzərdə necə tutulur? Ev yiyəsi, ev sahibi deyir. Girişdə balaca koridor sistemidir. Koridor Və sistemi. sanız ev burada olacaq. Bir daha burada ki, çox böyük bir zal. Zalda ikinci mərtəbə. Və keçid edək qardaşım. Gələk evin qabaq hissəsini təqdim edək. Giriş hissəsini bir dənə təkrarını izləyicilərimiz görsün. Hətta yerdə belə bir ton bilgilərdən istifadə olunur. Fikir verin. Belə göstərə bilsəm fikir və dəniz görsənir. İzləyicilərimiz yəqin ki, indi necəsə gözlə fikir verin. Bax, dəniz tamamilə görsənir yəni oradan. Və keçək qabaq hissəsində təqdim edək izləyicilərimiz hissəsində. Çək qardaşım bura. Qabaq hissəsində göstər. Həm birinci mərtəbədə, həm ikinci mərtəbədə terasın, bax fikir verin, nəzərdə tutulub. Və qeyd etdiyimiz kimi 17 sot torpaq sahəsinin üzərindədir. Belə deyək, dəyərli izləyicilərimiz. Nərdivanında hündür bir ərazidir. Həm də dənizə tam yaxın. Nərdivanın bilgənin arasındadır, belə deyək.